Və sonda Çempionlar Liqası çərçivəsində baş tutacaq Qarabağ-Zalsburg maçına 2 gün qalıb. Oyuna maraq yetərincədir. Hətta klubdan aldığımız məlumata görə artıq maçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna 10.000 bilet də satılıb. İlk baxışdan sevindirici məqamdır, amma məsələni araşdırdıqda tam fərqli mənzərə ilə qarşılaşırıq. Son günlər sosial şəbəkələrdə Qarabağ-Zalsburg maçının biletlərinin qara bazarda üzərində yazılan qiymətə deyil, 2-3 dəfə baha satılması barədə məlumatlar yayılıb. Bu məqsədlə üz tutduq qarşılaşmanın keçiriləcəyi məkana. Daha dəqiq desək, Tofiq Bəhramov adına Respublika stadionunun qarşısına. Kassaya çatar-çatmaz bizi işbazlar qarşıladı. Yaxşı yerlər var. 12, 19. Neçə biletin? 3 manatadır bilet. Və ən yaxşı yerlər. Yaxşı yer 4 manat. VIP yardım. Hansılar da baxam. 12. Bunlar neçədir? Bunlar 3 manat. Üstünə 1 manat yazılmış. Ha? Bəs biletlərin əksər hissəsinin bir qrup insanın əlində cəmləşməsinin səbəbi nədir? 5 dənə, 10 dənə uşaq, hərəsi 5 dənə, 10 dənə bilet alanda 5 dənə bilet alır. 10 nəfər 5 dənə bilet alanda olur 50. O gəlir çıxır alvericinin əlinə. Bu da qara bazarda satılır. Mən onun dalınca qaça bilmərəm. Oyunu tribunadan izləmək istəyən azarkeşlər isə mərkəzi sektorlara bilet olmamasından şikayətləndilər. Gəldim, mən də azarkeş kimi istəyirdim canlı baxım. Nə vaxtda televizordan istəmirəm, istəyirəm dəstək olaq Qarabağımıza. Yəni ki, yaxşı sektor olmalıdır. Gələm 11-13, deyir bilet yoxdur. Saat 2 gün qabaqda hələm bilet yoxdur. Məsələ ilə bağlı Qarabağ klubundan aldığımız məlumata görə artıq qanunsuz bilet satışı ilə əlaqədar olaraq Nərmanov rayon polis idarəsinə müraciət edilib və qara bazarın qarşısını almaq üçün əraziyə polis əməkdaşları cəlb olunub.